Ball 4'ə nə oldu? Niyə belə popülər oyun hara yoxa çıxdı? Red Balloon və daha çoxu bu videoda. Bəli, mən bunları da yaşadım, bəli. Nəysə, keçək videoya. Red Ball 4. Belə popülər oyun hara çıxdı? Düz 100 milyondan çox adam bu oyunu oynayır. Kim bilmir, oyunu başa salım. Bu hekayəsidir. Bu oyunda top kvadratları dayatdırmalıdır. Baxmayın, belə asandır. Bu birinci levelindir. Burada bir tane gülməli bir şey var. Bakın, siz bunu bilirdiniz. Kommentdə yazın. Red Ball 4 Yohoho Games tərəfindən yaradılıb. Bu Red Ball'ın birinci yeridir. Bu ise ikinci versiyasıdır. 2009'da çıktı. Bu oyunların ikisi de Payin tarafından çəkilib. Bu oyunda animasiyalar var. Bir tane de yaxşı musiki var. Əsl Red Ball 4'ə çox yaxındır. Bəli, bu Red Ballondur. Amma inanmıram doğrusu Red Ball 4'ü yaradanlar bunu bilir. Vələr Red Ball 4 üçün animasiya, ailə ilə oynamaq və speedrun edirdilər. İndi heç kim etmir. Niyə? Çünki hamısı bu oyuna xoşuna getdi və hamısı oyunu qalanı öyrətdi. Amma bu olmadı. Mən bugün sizə Red Ball'a nə olduğunu danışdım. Mən bu videonun içine bir emoji koydum. Bu emoji. Kim birinci tapsa yazsın komentə və kimin birinci yazsa onun komentini o bir videoda göstereceğim.